Hə, cümlə üzvləri nədir? Eşqin. Cümlə üzvləri cümlədəki sözlərin həm məna cəhətdən, həm də qrammatik cəhətdən bir-biri ilə bağlı olaraq müstəqil vəzifə bildirmələridir. Yəni buna sintaktik vəzifə deyirlər. Hər bir sözün və hər bir söz birləşməsinin cümlədə müstəqil bir sintaktik vəzifə daşımaq olur, vəzifəsi olur. Ki bunlar da bu zaman müstəqil bir vəzifə daşıdıqları zaman cümlə üzvü adlanırlar. Oldu mu? Sözlərin bir-birindən əlaqələnməsidir, bir-biri ilə məna və qrammatik cəhətdən münasibət qurmasıdır, belə deyək. Və bu xüsusiyyətlərinə görə də cümlə üzvləri özü iki yerə ayrılır. 1. Baş üzvlər, bir də nə? İkinci dərəcəli üzvlər. Baş üzvlər cümlənin qrammatik əsasıdır. Soruşulur bəzən cümlənin qrammatik əsası nədir deyə. Bu yadımızda qalır. Cümlənin qrammatik əsası. Bir qrammatik əsası olan cümlələr sadə, iki və daha artıq qrammatik əsas olan cümlələr mürəkkəb cümlə adlanır. Qrammatik əsaslar nələrdir uşaqlar? Baş üzvlər, cümlənin mübtədası və xəbəri. İkinci dərəcəli üzvlər hansılardır? Tamamlıq, təyin və zərflik. Cümlənin ən müstəqil üzvü, bütün digər cümlə üzvlərinin hamısının formalaşma səbəbi mübtədadır. Yəni, necə deyərlər mübtədaya? Papanın gül balasıdır. İstədiyi zaman cümlədə iştirak edir, istədiyi zaman eləməyə də bilir. Çünki xəbərdəki şəxs sonluqları, şəxs şəkilçiləri bizə imkan verir ki, cümlədəki mübtədanı təyin edib meydana çıxardaq. Oldu mu? Ən müstəqil üzv hansıdır? Mübtəda, xəbər ona görə formalaşır, mübtəda aid olan hökm hərəkəti bildirir və bu ikisinə görə də digər cümlə üzvləri formalaşırlar. Bu günlərim keçəcəyik mübtədanı. Mübtəda nədir? Mübtəda cümlədə adlıq halla ifadə olunur. Kim, nə və müstəqil hara sualına cavab verir. Niyə görə müstəqil deyirəm? Çünki bəzi hallarda hara sualına cavab verən söz həm də haraya deməkdir. Bu, orta məktəb qrammatikasında olmasa da, elmi qrammatikada belə deyək də, nə var? Qeyri-müəyyən yönlük hal var. Baxın, bu müstəqil haranı mən sizə izah edeyim. Biri var deyirəm ki, içəri işıqlıdır. Bir də deyirəm ki, içəri gəl. Buradakı hansı içəri müstəqil hara sualına cavab verir mübtəda olur? Birinci, işıqlıdır. Hara? İçəri. Gəl. Hara gəlim? İçəri gəl. Yəni, içəriyə gəl deyə biliriksə, haraya sualına da cavab verə bilir. Bu o deməkdir. Burada artıq bir də burada mübtədanı tapmaq üçün şəxs sonluğunla da yola çıxa bilirik. Bax, gəl. Kim gəlsin? Sənə aiddir, sən gəl. Demək ki, mübtəda başqa bir şəxs olaraq meydana çıxırsa, buradakı içəri bizim üçün heç bir önəm daşımır mübtəda cəhətdən. Başa düşdün, Nihat? Gözəl. İndi, cümlə üzvlərinin hamısına aid olan bir məsələ var. Cümlə üzvləri söz birləşmələri kimi quruluşuna görə sadə və nə olur? Mürəkkəb olur quruluşuna görə. Sadə üzvlər, bir də mürəkkəb üzvlər. Sadə üzvlər nitq hissələri ilə ifadə olunur. Yəni, nitq hissələri quruluşuna görə olur necə? 3 tür. Sadə sözlər, düzəltmə sözlər, bir də mürəkkəb sözlər. Baxın, bunu qarışdırmayın uşaqlar. Mürəkkəb sözlər istəyir bitişik yazılan, defislə yazılan, ayrı yazılan fərq eləmir. Əgər bu nitq hissəsidirsə, bu mürəkkəb sözdürsə, cümlədə necə cümlə üzvü olacaq? Sadə. Mürəkkəblər nə olmuş olur uşaqlar? İsmi parçalanmayan ismi birləşmələr, feili birləşmələr, yəni tərkiblər, bir də mürəkkəb adlar da onsuz da ismi birləşmədir. Bir də mürəkkəb adlar, belə yazılır. Bunlar nə olacaq? Cümlədə mürəkkəb
cümlə üzvü olmuş olacaq. Problem yoxdur burada. Baxın, bu məsələyə xüsusilə diqqət edin, bunu yadınızda saxlayın uşaqlar. Mürəkkəb sözləri cümlədə mürəkkəb cümlə üzvü götürməyin. Belə. Dedik, mübtəda adlı xallı sözlərlə ifadə olunur və əsasən isimlərlə ifadə olunur və əvəzliklərlə, məslərlə. Amma baxaq görək, mübtədalar nələrlə ifadə oluna bilir. Birinci başlayırıq sadə mübtədalardan. Sadə mübtəda ən əsas ifadə olunur isimlər. Məsəl üçün, Əli oxuyur. Kim oxuyur? Əli. Bax, gördünüzmü? Kim sualına cavab verdi? Əşya olaraq istifadə edə bilərik. Məsəl üçün, dəftər stolun üstündədir. Nə stolun üstündədir? Dəftər. Nə sualına cavab verdi? Düzdürmü? Əli insan anlayışı, dəftər əşya anlayışı bildirən isimlərlə ifadə olunur. 2. Əvəzliklə ifadə olunur. Əsasən şəxs və qeyri-müəyyən əvəzliklərindən. Amma biz təbii ki, il boyuna keçmişik. O və bu işarə əvəzliyinin və ya şəxs əvəzliyinin cümlədə mübtəda kimi işlənməsi, elə və belə əvəzliklərinin cəm və mənsubiyyət qəbul edib mübtəda kimi işlənməsi. Yəni görürsünüz ki, burada çox şeyi ümumiyyətlə keçmişik. Yəni bu hamısını siz təbii ki, zaman-zaman bilmisiniz yəni. Mən dərs keçirəm. Kim? Kim dərs keçir? Mən. Biz yox, mən. Şəxs əvəzliyi. Və yaxud da təyin əvəzlik də ola bilər. Özüm bu işin öhdəsindən gələcəm. Deyək. Özüm bu işin öhdəsindən gələcəm. Kim? Özüm. Gördünüzmü? Təyin əvəzliyi olmuş oldu. Və yaxud da hər kəs dərsi dinləyir. İfadəsində kim dinləyir dərsi? Hər kəs. Qeyri-müəyyən əvəzlik. Düzdür? Deyirəm ki, belələri heç kimə xeyir vermir. Kim? Belələri. Nə olmuş olacaq burada? İşarə əvəzliyi və yaxud da kim məni axtarır? İfadəsində mübtəda nə ilə ifadə olunubdur? Sual əvəzliyi ilə. Sual əvəzlikləri cümlədə heç bir suala cavab verməyən cümlə üzvü olurlar. Bir də xəbəri keçəndə predikativlik var, onları da deyəcəm. İndi baxırıq bura uşaqlar. Məsəl üçün, bax, hər kəs əvəzliyin görürükmü? Quruluşuna görə necədir? Mürəkkəb. Düzdür? İndi mən sizdən soruşum ki, hər kəs sadə üzvdür, yoxsa mürəkkəb üzvdür? Sadə. Niyə? Çünki nitq hissəsidir. Başa düşdünüzmü? Əli-məli. 3-cü, sifətlə də ifadə oluna bilir mübtədalar. Necə sifətlə? İsimləşmiş sifətlə. Məsəl üçün, belə bir ifadə işlədək. Gözəl, görünər. Çirkin, neyniyər? Bürünər. Gözəl adam görünməyə çalışar, çirkin adam bürünməyə çalışar. Düzdür? Yəni, bu ifadədir. Görünər kim? Gözəl, bürünər kim? Çirkin. Nə olmuş oldu? Gözəl də, çirkin də kim sualına cavab verərək cümlənin nəyi oldu? Nə oldu? Mübtədası olmuş oldu. Həmcins deyil, ayrı-ayrıdır. Mübtəda xəbərlər var. Fərqli-fərqlidir. Sifətlə ifadə olundu. Və yaxud da deyirəm ki, dünənki yadımdan çıxmayıb. Nə deməkdir dünənki? Yəni, dünənki hadisə vəznə yadımdan çıxmayıb birbaşa nə deyərək isimləşmiş sifəti cümlədə mübtəda kimi işlədirik. Oldu, doğru. Keçdik 4-ə. Başqa hansı nitq hissəsi qaldı? Əlbəttə ki, say qaldı. Necə say yenə mübtəda olmuş olacaq? İsimləşmiş. Məsəl üçün, Bəxtiyar Vahabzadənin dediyi kimi deyir, mənim dostlarımdır. Kim? Minlər, milyonlar, milyonlar. Mənim dostlarımdır. Kim? Minlər. Həmcins, mübtəda, milyonlar. Yəni, 1000 insan, milyon insan mənim dostumdur əvəzinə. Birbaşa şeirdə nə deyir? Minlər, milyonlar deyir. Və yaxud da beşlərim, evdəkiləri neynədir? Sevindirdi. Nə? 5 qiymətlərim əvəzinə birbaşa nə sualına cavab verən 5'lərim işlətmişik. Oldu mu? Və yaxud da 11-cilər, 11-ci siniflər əvəzinə isimləşdirərək deyirik. 11-cilər kim?
məktəbi başa vurdular. Nə olacaq burada? İsimləşmiş sıra sayı. Ay sağ ol. Sayı da mübtəda kimi işlədə bildikmi? Bəli, müəllim, işlətdik. Keçdik 5-ci. Nə? Zərf. Zərfi keçəndə də demişdik. Məsələn, bayaqlarında dedik ki, yuxarılar, bax, belə bir ifadə də testdə qarşımıza çıxıb. Yuxarılar bundan xəbər tutdular. Buradakı yuxarılar nə deməkdir uşaqlar? Yuxarı vəzifədə oturanlar. Amma halbuki yuxarı sözünü biz gördük ki, sadəcə cəm qəbul elədi. Kim sualına cavab versə də mənası dəyişmədi. Yenə qaldı yer zərfi cümlədə nə oldu? Ay sağ ol. Başa düşdünüz? Yuxarı. Sonra ola bilər, məsəl üçün, içəri çox soyuqdur. Artıq burada nə olmuş olacaq? Soyuqdur. Hara? İçəri. Birbaşa hara, müstəqil hara sualına cavab verdiyi üçün bu zərf nə olacaq cümlədə? Mübtəda olacaq. Oldu? Əl anlayırsan? Gözəl. 6. Sadə mübtəda başqa nə ola bilər? Əsas olaraq məstər. Məstər yadınızdadır da. Yaşamaq gözəldir. Onu Bəxtiyar Vahabzadə deyir. Bəli, əlbəttə, həyatda yaşayırsansa, yanacağın günlər daha çox olacaq. Gözəldir, nə? Yaşamaq. Oxumaq faydalıdır. Düzdürmü? Ay sağ ol. Məstər. 7. Feili, sifət. Necə feili sifət? İsimləşmiş, buna deyirlər, ismin xüsusiyyətini daşıyan sifət, say və yaxud da feili sifət. Məsəl üçün, isimləşmiş feili sifət. Bildiklərim və yaxud da yazdıqlarım, indi Aysunun sözü yerə düşməsin, məni neynədi? Qurtardı. Nə məni qurtardı? Bildiklərim və yaxud da yazdıqlarım. Düzdür? Çalışanlar mükafatını aldılar. Kim mükafat aldı? Çalışanlar. Oldu mu? Və yaxud da əzilmişlər yerdə çürüdülər. Çürüdü, meyvə deyək. Əzilmiş meyvələri yerə töküb çürüdü əvəzinə deyirik, əzilmişlər yerdə çürüdü. Nə çürüdü? Əzilmiş meyvələr əvəzinə nə sualına cavab verir və isimləşmiş feili sifət orada olaraq qalır. Sadə mübtədalarla bağlı qaldımı nəsə bir beynimizdə qaranlıq, hansı nitq hissəsi, o yan bu yan nəsə belə bir şeylər? Qalmadı ki. Qalmadı. Nə gözəl qalmadı. Bax, bəzən vaxtlarda deyirik ki, frazoloji birləşmələr yalnız feili xəbər olur. Belə bir ifadə gəzir adət uşaqların arasında. Frazoloji birləşməni başa düşürük də, daha çox feillə ifadə olunduğu üçün daha çox feili xəbər olur. Bəzən frazoloji birləşmələr də cümlədə sadə mübtəda ola bilirlər. Necə? Bəli, sadə mübtəda. Ay sağ ol, dabandan tütürüb qaçanlar çoxalır. Bəli. Ağ yuyub qara sərmək. Belə bir ifadə. Qara sərmək müəllimin həmişəki xasiyyətidir. Düzdürmü? Nihal bunu daha yaxşı bilir. Müəllimin həmişəki xasiyyətidir. Nə? Ağ yuyub qara sərmək. Nə oldu? Frazoloji birləşmə. Söz birləşməsi şəklində görünsə də necə mübtəda sayılacaq bu quruluşuna görə? Sadə mübtəda, bəli. Bunu da qarışdırmırıq Selcan. Yaxşı mı? Zübeyir. Gözəl. Keçirik mürəkkəb mübtədalara. Mürəkkəb mübtədalar nə ilə ifadə olunacaq? Söz birləşmələri ilə. Biz indi bu söz birləşmələrin hamısını bir-bir parçalayaq yazaq. Məsəl üçün, birinci növ, ikinci, üçüncü növ. Bəs birinci növlə necə mübtəda olacaq? Birinci növ obrislərdən fərqli olaraq parçalanır daxil. Ay sağ ol, parçalanmayan. Məsəl üçün deyirəm ki, hər yer qarla
Örtüldü. Örtülmüşdü. Hara örtüldü? Hər yer, parçalanmayan birinci növ. Yeni il gəldi. Nə gəldi? Yeni il, parçalanmayan birinci növ. Orta əsrli və yaxud da orta dövrlər qaranlıq dövr adlanır. Nə? Orta dövrlər və yaxud da orta əsrlər. Başa düşdünüz? Səydə. Parçalanmayan birinci növ. İkinci növ. Oxumaq həvəsi. Oxumaq həvəsi. Toğrulu. Yüksəklərə aparırdı. Sağ ol Toğrul. Nə Toğrulu yüksəklərə aparırdı? Oxumaq həvəsi. Sizcə məstər tərkibidir, yoxsa ismi birləşmədir? Niyə? Asılı tərəfinə baxırıq ki, asılı tərəfindəymiş məstər. Əsas tərəfi isimlə ifadə olunur. Düzdür? Üçüncü növlə, bir dənə üçüncü növ deyin, mübtəda olsun cümlədə. Aha. Olsun müəllimin olimpiyadada yer tutan şagirdləri, baxın, uzun bir üçüncü növ yazıram. Müəllimin olimpiyadada yer tutan şagirdləri onun üzünü ağ etdilər. Düzdür? Üzünü ağ etmək hamısı birlikdə xəbər. Kim? Müəllimin, baxın, üçüncü növün düsturu arasında qalan sözlər də onun daxilində olur və hamısı birlikdə olur mürəkkəb mübtəda. Mürəkkəb söz birləşməsi. Və bir şey yadda saxlayaq ki, sadə söz birləşməsi də, mürəkkəb söz birləşməsi də cümlənin mürəkkəb üzvü olur. Oldu rəhlə? Hər ikisi, yəni söz birləşməsidirsə də, parçalanmırsa cümlədə olacaq nə? Mürəkkəb cümlə üzvü. Anladıq bunu? Gözəl. Sonra nə ilə ifadə olunur? Mürəkkəb adlarla. Məsəl üçün, deyirəm ki, Bakı Dövlət Universiteti 1919-cu ildə fəaliyyətə başlamışdır. Nə fəaliyyətə başlamışdır? Bakı Dövlət Universiteti mürəkkəb addır. Bütövlükdə cümlənin bir cümlə üzvü olur. Elə deyilmi? Bəli, müəllim, elədir. Sonra, məstər tərkibləri və feili sifət tərkibləri də nə olur? Cümlənin mürəkkəb mübtədası olur. Məsəl üçün, məstər tərkibini keçəndə nə qədər cümlələr demişik. İndi siz deyin, mən yazım. Deyirəm ki, həddindən artıq mərhəmət etmək ziyandır. Düzdürmü? Nə ziyandır? Həddindən artıq mərhəmət etmək. Oldu məstər tərkibi. Düzdür? Və yaxud da gecə yarısına kimi dərs oxumaq faydasızdır. Səhərlər dərs oxumaq faydalıdır. Məstər tərkibləri. Həyatda düzgün yaşamağı bacarmaq lazımdır. Nə lazımdır? Həyatda düzgün yaşamağı bacarmaq. Hamısı oldu birlikdə məstər tərkibi. Bəs feili sifət tərkibləri, burada aldadıcı bir məqam. Keçən dəfə demişdik, yenə də deyirəm ki, üçüncü növün düsturuna uyğun bir feili birləşmə var. Onu qarışdırmırıq. Bayaqlarım dedim, bildiklərim məni xilas etdi. İndi deyirəm ki, mənim bildiklərim məni xilas etdi. Nə məni xilas etdi? Mənim bildiklərim. Düzdürmü? Sonra, baxın, el yolunda can verənlər şəhid olur. Şəhid sayılır. Kim şəhid olur? El yolunda can verənlər. Gördünüzmü? El yolunda can verən əskərlər və yaxud da insanlar əvəzinə biz isimləşdirib bu formada demişik. Bir dənə misal var. El yolunda ağlayan korqalar ifadəsi var. Təbii ki, bu doğru da ola bilər, yanlış da ola bilər. Kim korqalar? El yolunda ağlayan. Başa düşdünüz? Feili sifət tərkibindən necə olmuş olur? Aysel. Anladıq? Hikmət. Hüseyin müəllim.
Başa düşdünüz? Nə gözəl. Allah sizi qorusun. Bəli. Xeyr, bir yerdə götürmürük. Məsəl üçün, Şamaxı uzun müddət susuz qaldı. Və yaxud da filan kəs kör qaldı. Belə bir cümlələr var ki, orada susuz sözüdür, kör sözüdür, nə bilim nədir, bu kimi ifadələr. Bəli, bəli, o hərəkətin tərzini bildirmiş olur. Bu biraz qəribə bir məqamdır. Çox qarşımıza çıxmır onsuz. Nə çətin bir şey olanda deyil, onsuz da qarşımıza çıxmır. Belə, gözəl insanlar, varmı kiminsə sualı? Kör yaşayar, bəli, o form. Ömrünün qalanını kör davam edir. Kör olmaq deyil bu. Kör yaşamaq başqa şeydir, kör qalmaq başqa şey. Kör olmaq başqa şey. Müstəqildir. Bəli. Sən qalmağı onunla qarışdırma. Qalmaq köməkçi feil deyil. Elə Sevginaz. Mərhəmət etmək ziyandır deyəndə o artıq olur sadə mübtəda. Etmək eləməklə düzələn. Amma həddindən artıq mərhəmət etmək nə olur? Mürəkkəb olmuş olur. Başqa? Əli bəlkə sualın ola. Məhəmməd. Olur. Yaxşı. Bu qədər.